Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala şerefil enbiya ve murselin amma ba'd. Möhtərəm müsəlmanlar, ilk öncə sizi salamlayıram. Esselamu aleykum və rahmetullahi və berekatuhu. Amma sonra bugünkü dərsimiz yenə də fiqh dərsləri silsiləsindən olacaq və Şeyx Adil Yusuf Əl-Əzzazinin Tamamul Minnə fi Fiqhil Kitabi və Sünnə adlı kitabın şərhini davam edirik. Və sonuncu 94-cü dərsdə biz götürdük namazın səhih olmasının şərtləri bölümündə 14-cü bölümü götürmüşdük. Və indi gəldik, çatdıq belə deyək də, mülahizələr bölümünə deməli götürdük. Yəni qibləyə yönəlmək, istiqbalül qiblə məsələsini götürdük və gəldik, çatdıq mülahizələr bölümünə və yarımçıq qaldıq. Orada bəzi mülahizələri qeyd edir müəllif və biz də indi qaldığımız yerdən davam edəcəyik və yenidən başa gəlirəm, yəni mülahizələrə. Çünki bunu mülahizələrdən birincini qeyd edərkən yarımçıq qaldıq. İndi qaldığımız yerdən davam edirik. Bundan sonra müəllif deməli sözünə davam edərək deyir ki, mülahizət, yəni mülahizələr. Əvvələn birincisi, yüstədəllu alə qibləti immə bi müşahidətin. Burada müəllif qibləyə yönəlməyin birinci bölümdə mülahizələrdən qibləyə yönəlməyin yöntəmlərini bəyan edir. Ki, necə yöntəmlərini, yəni nəyə istinad edərək bunun edilməsidir? Nəyə dayanaraq, hansı dəlilə dayanaraq qibləyə dönülməsi istidlal edilməlidir? Birinci olaraq deyir ki, immə bi müşahidəti. Birincisi, yəni müşahidə etməklə, yəni Kəbəni görməklə, yəni Kəbənin istiqamətini bilirsən, tutaq ki, elə və sən yönəlirsən ora və bu Kəbənin belə deyək də Məscidül Haramın içində də ola bilər, Məscidül Haramın kənarında, Məkkədə də ola bilər və s. və s. Yəni uzatmaq ola bilər belə deyək çəmbəri. Dolayısıyla müşahidə etməklə, misal üçün hal-hazırda məsələn cihazlar var, qibləni göstərən kompas və s. kimi elə ki müəyyən cihazlara da yüklənir, telefon və s. Elə o yollarla, o üsullarla daha doğrusu, yəni əgər müəyyənləşirsə ki, misal üçün, bu da müşahidənin bir, belə deyək, müasir versiyalarından biridir, belə deyək. Dolayısıyla birinci qiblənin təyin edilməsi müşahidə yolu ilə olur. Əv bi xəbərin siqatin ən yəqin və ya ikinci yol, güvənilən olan bir şəxsin yəqinlik ilə bilməsi ilə onun verdiyi xəbər ilə təyin edilir. Məsələn, sən qiblənin ha tərəfi olduğunu bilmirsən. Elə, yəni adam var ətrafında olan adamlardan, yəni yəqinliklə bilirsən ki, məsələn, bu adam burada yaşayır, bu adam buranın örfünü, qaydasını bilir, tutaq ki, və bilir ki, məsələn, burada qiblə hansı tərəfdir. Elə və sən ona sorursan və o da sənə xəbər verir və sən bununla qiblənin hansı tərəf olduğunu müşahidə edirsən. Əv ictihad və ya üçüncü yol ictihad etməli. Yəni özün bilmirsən, müşahidə şeyin yoxdur, necə deyərlər, imkanın yoxdur ki, ətrafında bir cəmaat yoxdur ki, ondan soruşub qiblə ha tərəfdə öyrənəsən, elə. O zaman nə edirsən? Üçüncü variant İctihad edirsən, yəni ictihad olaraq elə hər hansı bir yönü qiblə olaraq seçib, təyin edib, belə deyək, özün üçün nə edirsən? Namazını qılırsan. Sonra müəllif sözünə davam edərək deyir ki, vəl məqsudu bis siqat, siqatlardan siqat ilə ondan məqsədlər nədir? Yəni murad nədir? Siqatdan, yəni güvənilən olandan murad əl-ədalətu vəl-xibra. Yəni ədalətdə olan
ədaləti sabit olan, yəni güvənilən adamdır bu. Sən o adama güvənirsən, sözünə güvənirsən. Və xibra, yəni xəbərdar olan. Məsələn, çevrəni bilir, qiblənin yönünü bilir və s. Və savau kana raculan əv mira. İstəyir deyir, fərqi yoxdur, yəni. Bərabərdir. Sivə. Yəni, istər kişi olsun, istər qadın olsun, fərq etməz, yəni. Yəni, o, əgər yöntəmi bilən və ya qiblənin yönünü bilən, sənə güvənilən olaraq sənə bunu xəbər verərsə, sən onun dediyini, necə deyərlər, yerinə yetirərsən və onu etimad edərsən, daha doğrusu. Və o tərəfə də namazı neynəyərsən? Qılarsan. Və sonra sözünə davam edərək deyir ki, müəllif vəl-məqsudu bi qavluna yəqin əyyu bi müşahidətin kəənnə yəkunə min əhlil bəldə. Deyir, bizim sözümüzdən, yəqin olan sözümüzdən məqsədlər budur ki, yəni bir müşahidətin, müşahidə yolu ilə o bunu bilir. Yəni o bəldənin adamıdır, əhlidir. Yəni həmin bölgənin əhlidir, oranın belə deyək də əhvalını bilir, örfünü bilir. Sən ondan soruşsan ki, ay adam, bəs filan kəs, bəs burada misal üçün qiblə hansı istiqamətdədir? O da sənə bilir oranın əhvalını, örfünü və s. Sənə deyir ki, misal üçün filan istiqamət, bu tərəf qiblədir məsələn. Və sən də necə deyərlər onun sözünə artıq bu yəqinliyin necədir? Artıq bu adam yəqinliklə sənə deyir ki, bax bu tərəfdir, misal filan bir tərəfdir. Və bu da yəni etimad edilə bilən bir mövqelərdən biridir. Və sonra müəllif sözünə davam edərək deyir ki, vəl-məqsudu bi qavlinə əv ictihadun. Amma deyir, bizim sözümüzdə olan və ya ictihad edər kəlməsindən murad, məqsəd, əyyü mərifətul itticahi bi əmərati vəl-ədillə. Yəni, o, yəni, əmirlərin, yəni, yönlərini bilər, məsələn, nə cür bilər və dəlilləri bilər. Məsələn, nə cür bilər? Məsələn, İctihadi yolla təyin edər ki, misal üçün günəş bu tərəfdən çıxır, məsələn, bu tərəfdən batır, misal üçün. Yəni, bu əlamətlərə dayanaraq neyniyər? İctihad edər. Günəş filan bu tərəfdən çıxır və bu tərəfdən batır. Beləsinə əlamətlərə, necə deyərlər, istinad edərək, burada ona görə deyir ki, mərifətul itticahi bil əmərati vələdillə, yəni müəyyən əmarələrə və dəlillərə dayanaraq neyniyər? İctihad edərək qiblənin tərəfini neyniyər? İctihad edərək seçər. Bax, belə bir kəlməni müəllif deyir və sonra sözünə davam edərək deyir ki, və yüstədəllu aləl qibləti əynən, həmçinin qiblənin təyin edilməsində istidlal edilir, yəni dəlil götürülür. Biddilalətilləti tə'arafu aleyhən nəs kəbinəyil məharibi fil məsəcid. Həmçinin deyir, yəni qiblənin təyin edilməsində olan yöntəmlərdən, dəlillərdən, istidlallardan budur ki, məsələn, həmçinin o dəlillər hansı ki, insanlar bunu bilirlər, məscidlərdə olan mehrabların tikilməsindən, yəni mehrablar hansı ki, mehrab nədir? Orada, yəni imamın məscidin içində o imamın qıldığı yer, ora mehrab deyirlər. Orada nə edirlər? Onun istiqamətini bilən adam artıq qiblənin bu tərəf olduğunu bilir də, yəni buna işarə edir müəllif. Necə ki, misal üçün, kitabın haşiyəsində, belə deyək, bizdə olan nüsxəsində hər halda 26-cı haşiyədə buyurur ki, və lə yəni həzə sıxhatun binayi həzihil təcavif əlləti yuqalu ənhə məharib bəl binauha minəl bidəi. Burada müəllif nə deyir? Deyir, yəni bu onun yəni mehrabların
illa ki, yəni tikintisinin %100 səhih olmasını mənasını daşımır. Yəni ola bilər ki, məsələn, o müəyyən bir belə deyək də fərqli belə deyək yöntəmlər olsun məscidlərin mehrablarının belə deyək də təyinində və s. Hətta necə ki, məsələn deyir bəziləri hətta bunu yəni bunun bina edilməsini bidətlərdən saymışlar. Yəni mehrabların olmasını məscidlərdə. Elə bu mehrablara aiddir təbii ki, qiblənin yöntəminə təyin edilməsinə yox. Bu da nə ifadə edir? Onu ifadə edir ki, yəni mehrablar ki inşa edilir məscidlərdə, bunların çoxu ya bidətdir, ya da ki düzgün inşa edilmir və s. Bax, belə bir fikir müəllif söyləyir. Və sonra müəllif sözünə davam edərək deyir ki, "Au bin nucumi limen lehu xibra bizəlikə" və ya ulduzlar ilə təyin edə bilər, məsələn, ondan xəbərdar olan birisi kimi. Məsələn, hava gecədir, bəlli ki, ulduzlar gecə görsənir, elə və ya gecə olur, belə deyək, qaranlıqda olur. Elə, məsələn, filan ulduzların, necə deyərlər, adam məsələn bilir ulduzların istiqamətini və s. Yəni, bu, belə bir biliyə sahibdir və o ulduzlara, necə deyərlər, baxaraq və ya istiqamətlənərək qiblənin təyin etməsini bacara bilər və ya edə bilər. Elə, bu da yöntəmlərdən nədir? Biridir. Məsələn, burada artıq müəllif, bax, yuxarıda zikr etdi 3 dənə halı, elə hansıdır? 1. Müşahidə edərək, 2. Güvənilən olan bir şəxsin xəbər verməsi ilə, 3-cü ictihad edərək və sonra yenə də 2 dənəsini deyir, elə və hətta 3-cüsünü də deyir ki, mən onun bir qismini, hətta 3-cüsünü qeyd elədim. Məsələn, birinci nə dedi? Məscidlərdə mehrabların tikilməsinin istiqaməti ilə, ikincisi, yəni qaranlıqda, gecə vaxtı, yəni ulduzların istiqaməti ilə qibləni təyin edə bilər və sözünə davam edərək deyir ki, "Au biş-şəmsi vəl-qamər və mənazilihimə limən lehu xibra bizəlikə." Yenə də günəşin və ayın durumuna görə, mənzillərinə görə onların, yenə də ki, əlbəttə ki, bundan xəbərdar olan, bilicisi olan şəxsdən gedir söhbət. Elə, çünki hər adam bunu bilmir təbii ki. Elə, məsələn, o adamlar ki, məsələn, ulduzların, məsələn, bilir ki, məsələn, filan ulduzdur, yəni adını bilir və s. yerini bilir, misal üçün. O ulduzla təyin edir ki, misal üçün, bax, əgər bu ulduz buradadırsa, deməli, qiblə belədir, misal üçün. Və ya, məsələn, bir yağ dediyim kimi, günəşin çıxmağını və günəşin batmağını bilən adam, filan yerdən çıxır, filan yerdən batır, onun, necə deyərlər, arası bir növ, bizim üçün və ya biraz meyl edilir, elə sağ tərəfə və bu nə olur? Bu, qiblənin, belə deyək də, istiqaməti təyin edilmiş olur. Və sonra müəllif sözünə davam edərək deyir ki, və mənazilühüm limən lehu xibra bizəlik və mimmə yüstədəllu bihi əl-ən əl-busilə və həmçinin dəlillərdən də biri, yəni indiki dönəmdə, hal-hazır indiki vaxtda o pusula deyilən, əl-busulə, yəni pusula, yəni kompas. Pusula nədir? Kompas. Yəni bir cihazdır, bəllidir, bilirsiniz. Yəni hər kəs bunu bilir, bilməsi gərəkir, belə deyək. Neynir? Qibləni göstərir, elə? Yəni tək qibləni göstərmir təbii ki. Şimal, qərb, şərq və cənubu göstərir kompas. Onunla da elə neynəmək olur? Təyin etmək olur. Bax, burada müəllif neçə dənə? 7 dənə yöntəmini qeyd etdi. 7 dənə yönünü qeyd etdi ki, qiblə nə cür təyin edilir. Bir də müxtəsər qeyd edirəm. Hamısını birincisi müşahidə etməklə, ikincisi güvənilən olan, xəbərdar olan bir şəxsin xəbər verməsi ilə, üçüncü ictihad yolu ilə, dördüncüsü məscidlərdə tikilən mehrabların durumuna görə,
Beşinci, ulduzların halını bilən kəsin təyini ilə. Altıncısı, günəşin və ayın durumuna görə, bu gündüz və gecə ola bilər təbii ki. Yəni gündüz təbii ki günəş, gecə də ayın durumuna görə deməli qiblənin təyini və yeddincisi də əl-busula deyilən, yəni pusula, yəni kompas deyilən o cihaz ilə qiblənin təyin etmək mümkündür. Və bundan sonra müəllif ikinci mülahizəni gətirir və deyir ki, səniyyən İzə ictəhədə snəni müctəhidəni fəxtələfə fi cihətil qiblə ləm yəttəbi kulli minhuməl əxər bəl yüsəlli kulli minhumə heysu əddəhu ictihədəhu. İkinci hal, əgər deyir, iki dənə müctəhid olan, ictihad edən bir kəs elə qiblənin təyinində ixtilaf edərlərsə, yəni biri deyir ki, misal üçün bu tərəfdir, o biri deyir, yox, bu tərəfdir, misal üçün. İxtilaf var. Elə o zaman və biri o birisinin dediyinə tabi olmur. Yəni elə bir ixtilafdır ki, o ixtilafın gidərilməsi, qaldırılması mümkün deyil. Elə biri o birinin sözünü qəbul eləmir, o biri də bu birisinin sözünü misal üçün qəbul eləmir. Elə o zaman hər kəsən deyir, yəni öz ictihadına uyğun olaraq namazı nə edir? Əda edir. O zaman məsələn adam var deyir ki, mənim ictihadıma görə misal üçün qiblə bu yandı, mən bura qılıram namaz, bu tərəfə qılıram namazı. Adam deyir, yox, misal üçün mənim ictihadıma görə bu tərəfdir qiblə. Mən bu tərəfə qılacam və o tərəfə də qılır. Və bunun edilməsi belə deyil, mümkündür, belə deyək. İndi hədisi gətirir müəllif və deyir ki, fəən Amir ibn Rabiyyə radiyallahu anhu qalə kunnə məən nəbi sallallahu aleyhi ve sellem fi səfərin leylətu məzlumətin fələm nədri əynə qiblə fəsallə kulli rəculun hiyələhu fələmmə əsbəhnə zəkərnə zəlikə li Rəsulilləhi sallallahu aleyhi ve sellem fənəzərə fəeynəmə tuvallu fəsəmmə vəchəllah. Əl-Bəqara ayətu 15 və 100. Deməli, hədis gətirir müəllif. Deməli, Amir ibn Rabiyyədən, Allah ondan razı olsun, rəvayət edilmiş olan bir hədisdir, hansı ki, deyir ki, biz Allah Rəsulu ilə bir yerdə idik və zülmətli, qaranlıq olan gecədə səfərdə idik Allah Rəsulu ilə bir yerdə. Və deyim, bizdən heç birimiz qibləni bilmirdi, yəni qiblənin yönünü tapa bilmirdik. Elə və deyir, hər adam yəni müəyyən bir tərəfə namaz qıldı. Hər kəsən belə deyə də müəyyən tərəfə istədiyi, yəni ictihad etdiyi tərəfə namaz qıldı. Və deyir, sonra deyir, biz sabahladığımız zaman, nə zaman ki biz deyir salamladıq, Allah Rəsuluna deyir bunu xatırlatdıq, qeyd etdik, yəni və bunun üzərinə ayə nazil oldu. Yəni Əl-Bəqara surəsi 115-ci ayə nazil oldu ki, hansı tərəfə üzünü yönəlsəniz, Allahı o tərəfdə taparsınız. Allahın üzünü o tərəfdə taparsınız. Elə Əl-Bəqara surəsi 115-ci ayə və bu hədis deməli səhihdir. İmam Tirmizi rəvayət etmişdir. Sünən kitabında 2957 sayılı rəvayətdə və İbn Məcə Sünən kitabında 1020 sayılı rəvayətdə rəvayət etmişdir. Burada qalırıq. İnşallah vaxtımız daralır. Elə inşallah mövzunu gələn dərsdə davam edəcək. Müxtəsər bu qədər. Allah bilir. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh.